Yine sizler üçün maraqlı bir dənə video ilə gəldim. Mən 5 dənə yumurtanın ağılı uşaqlar. Anlatmışam. Qabı götürəyəm. Qoymuşdum soyuq suya ki, biraz rahat soyulsun. Biraz onun axırı necə olur. Telefon biraz belə çevirəm ki, mənə görəsiniz. Bilirəm ki, mənə görməyəndə darıxırsınız. Soyuq suya qoymuşam, baş heç sıkıntı var. Uşaqlar, praktik olaraq göstərim. Top soyulur. 5 dəqiqə, 3 dəqiqə soyuq suda qalır, qaynadılmış yumurta. Və rahat, necə lazımdırsa, qəşəng soyulur. O yumurtanın ağını sarısından ayırırıq. Ağını qoyuruq bura. Birini yiyirik. Bir dənə. Görək. Başımıza nə iş gəlir. Mən sizi inandırıram ki, çox maraqlı video olacaq. Bəyənəcəksiniz. Qardaş, konkret olaraq bu işin adı uşaqlar yeməkdir. Yoxsa mən acmışam, məsəl üçün. Mən götürüm bir dənə bulğu yiyeyim, yatım ki, mən inkişaf edəcəm. Yox, elə şey yoxdur. Bunu bir mənalı şəkildə biləsiniz. Baxın, bu saat 04:44 uşaqlar. Bir dənə videomuz hələ də davam eləyəcək. Bəzi suallara da cavab vermək istəyirəm. Mən 2 aya bədən çıxara bilərəmmi? Yox, əlbəttə ki, sən 2 aya nə bədən çıxarda bilərsən ki? 2 aya bədən çıxarır. Sən başladın, 2 ay ərzində səndə inkişaf gedəcək. Növbəti 2 ayda məşq eləməlisən. Məşq eləməsən olmaz. Məşqsiz həyat olmaz. İdman uşaqlar sağlamlıqdır. Bir mənalı şəkildə. Gəlin görək. Yoxsa mən yeməyəcəm. 2 aydan sonra məşqi buraxacam. Neçə vaxt əmələ gələrəm? Neçə vaxt əmələ gələcəksən? Onu fikirləşdirsə, sonra başını burax. İnsan ömür boyu inkişafdadır. Sən inkişaf eləməlisən, məşq eləməlisən, sağlam olmalısan. Yəni, bu, məsəl üçün, proteinlərdir, kreatin, miriatin, nə bilim, o, bu. Bunların heç birindən uşaqlar əfsanəvi bir şey gözdən qardaşınız bunu sizə deyir və arxasındadır da. Bundan 100% tamamilə əmin ola bilərsiniz. Görək bir dənə burada. Bəli, kazeynimiz də buradadır. Məsələn, pendir. Mən bunu necə yiyəcəm? Yəndə də video çəkeyim. Çəkərəm. Deməli, götürdük bunu qəşəng belə. Birinci gəlin uşaqlar, pomidoru doğrayaq. Qəşəng 1 ədəd pomidoru doğrayaq. Bunu birinci yuyaq qəşəng. Nəzər. Bunu qoyaq buraya. Və bunu gözəl-gözəl doğrayaq. Bunun bu kötüyü var, məsələn, bu. Mənim mədəm vəhşidir, mən onu da üyüdürəm uşaqlar. Uşaqlar, bu arada qardaş birinci formadadır, yaxşıdır, yaxşı olmalıdır. Burada qəliz nə var ki, bu qəşəng pomidor doğradıq. Adamın iştahı açılır. Özün hazırlayırsan, özün ona məhəbbət qatırsan, o yeməyə sevgi qatırsan. İnan elə dadlı olur, elə dadlı olur. İnan elə gözəl olur. O pomidorları var belə gözəl-gözəl. Böyür üstə var belə şey eləyirik. Rahat şəkildə. Bəli. İndi gəlirik sizin sevmədiyimiz qismə. Duz. İndidən səpirəm ki, artıq canına hopsun və onu qəşəng rahat-rahat yiyə bilim. Bəh. Baldır bu, baldır başım. Sonra gəldik pendirə. Pendiri nə edir uşaqlar? Pendiri o belə doğruyuruq. Əla, nə dadına baxım. Baldır. Uşaqlar,
Onu yiyəndə də çəkəcəm. Baxacaqsınız. Nə gözəl pendirdir. Pendirin ağzını bağlayıb qoyuruq soyuducuya, xaladelnikə. Uşaqlar, sizə belə bir şey deyim. Yemək yeməsəz, yaxşı qidalanmasaz, sizdə həyatı boyu inkişaf olmayacaq. Məni izləyənlər mütləq ki, videolarıma sona qədər baxırlar. Ay onu yemə, ay bunu yemə. Çox onu bunu yemə deyən müəllimin başını buraxın. Oradan buradan ağzına gələni eşidərək sizi yaman günə qoyacaq. Matı.